Azərbaycanda iyulun 2-sində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən qısa xəbər. Aza verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru ara bir güclənəcək. Havanın temperaturu gecə 19-22 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mmC və sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60%, gündüz 35-45% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin axşam bəzi şimal və qərb rayonlarında yağış yağacağı, çimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman, mülayim qərb küləyi, gündüz bəzi yerlərdə ara bir güclənəcək. Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq.